Cəlilabadın Kazımabad kəndində arpa və buğda sahələrinə ciddi ziyan dəyib. Zərər üzrə 8614 manat sığorta ödənişi həyata keçirilib. Təsərrüfat sahiblərinin bildirdiyinə görə əkin sahələri üçün ən böyük problemlərdən biri nəzarətsiz malqaradır. Sahəni sığortalamaqdan ötürü mən 108 manat pul ödəmişdim. Ziyandan sonra, yəni aqrar sığorta tam mənə dəyən ziyanı ödədi. Allah köməkləri olsun. 8600 manat sığorta mənim müəssisəmə yardım elədim. Fermerlərə üçüncü şəxslərin hərəkətləri nəticəsində dəyən zərərlərə də sığorta ödənişi verilir. Belə ki, fermerlər tərəfindən üçüncü şəxslərin hərəkətləri riski ilə bağlı daxil olan ən çox müraciətlər nəzarətsiz qalmış malqaranın əkin sahələrinə daxil olması, daha sonra əkin sahələrinə fiziki zədələrin vurulması və həmçinin də suvarılmaması, əkin sahələrinin suvarılmaması və yaxud da suvarılma suyunun vaxtında verilməməsi nəticəsində dəyən zərərlər daxildir.